Nisa surəsi 86-cı ayədə Allah buyurur ki, sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam verin. Ənəs nəql edir ki, bir gün İmam Hüseyn İslamın huzurunda oturmuşdum. İmam Hüseynin kənizlərindən biri gəlib ağaya salam verdi, bir dəstə gül verdi imama. İmam Hüseyn İslam gülü alıb buyurdu ki, mən səni Allah yolunda azad edirəm. Ənəs deyir ki, mən bu hadisəni görəndən sonra dedim ki, Yəbnə Rəsulullah, ay Peyğəmbər balası, bir dəstə gülün qiyməti nədir ki, sən onun müqabilində onu azad elədin? Həmin bu ayəni oxudu ki, sizə salam verildikdə, ya onun kimi salam verin, ya ondan gözəlin verin. İmam Hüseyn İslam daha gözəl şəkildə o salamın cavabını verdi. Bizdə indi salamı da dəyişdirmişik. Sabahın xeyir, axşamın xeyir, günortan xeyir. Yoxsa o cür deyil, salam. Salam verin bir-birinizə, səhər də olsa, axşam da olsa.